Bugün kanalımızda ləkəli dəsmalları necə ağardıb təmizləmək olar, onu sizə çəkib göstərəcəm. Görürsünüz, dəsmalların üzərinə əvvəlcədən qoğal bişirib düzdüyümdən qoğalın bütün yağı, sarısı hamısı dəsmala çıxıb. Bunu təmizləmək üçün adi ilıq su götürmüşəm. Üzərinə 2-3 yemək qaşığı soda əlavə edirəm. 1 qaşıq da yağ çözücü əlavə edirəm. Yağ çözücünü adi qap şampunu ilə də əvəz etmək olar. 1 yemək qaşığı qədər də perekis əlavə edib əlimlə qarışdırıram. Dəsmalları bu suyun içərisində təxminən 1 saat saxlayıram ki, ləkələr biraz yumşalsın. Sonra əlimlə ovxalayıram. Ovxaladıqdan sonra yenə də bir yarım saat suda saxlayıb axar suda təmiz-təmiz yuyuram. Yudum dəsmalın üzərinə biraz yenidən soda əlavə edirəm. 2 dolu yemək qaşığı persol əlavə edirəm. Üzərinə qaynar su tökürəm. Persolu adi paraşokla da əvəz etmək olar. Biraz da yenidən perekis əlavə edib qaynar suyun içərisində təqribən 2 saat saxlayıram. Su tam soyuduqda əlimlə biraz ovxalayıb axar suda yuyacam. Dəsmalları axar suda təmiz-təmiz yuyub suya çəkirəm. Artıq gördüyünüz kimi dəsmallar sanki yeni kimidir. Üzərində bir dənə də olsun ləkə qalmadı. Qeyd edim ki, kanalımızda rəngli paltardan da ləkəni necə çıxartmaq olar, o haqda video da var. Müxtəlif videoları kanalımızda izləyə bilərsiniz təmizlik haqqında. Əgər videom sizlər üçün faydalı oldusa, izləyərkən bəyənməyi, kanalımıza abunə deyilsinizsə, abunə olmağı unutmayın.